Salam əziz şagirdlər. Bugün biz 6-cı siniflər üçün nəşr olunmuş yeni riyaziyyat dərsliyindən mövzularımızın izahına davam edək. Bugün kəsirlərin ortaq məxrəcə gətirilməsi mövzusu ilə tanış olaq. Biz bilirik ki, məxrəcləri eyni olan kəsirləri toplamaq və ya çıxmaq üçün məxrəc olduğu kimi saxlanılır. Surətlər toplamadırsa toplanaraq, çıxmadısa çıxılaraq surətdə yazılır. Məsələn, 8-də 3, 3-də gələk 8-də 2 bərabərdir 8-də 5. Bu məxrəcləri eyni olan kəsirlər üçündür. Məsələn, 9-da 7 minus 9-da 1 bərabər 9-da 6. Yəni, bunları artıq siz bilirsiniz. Bugün biz məxrəcləri müxtəlif olan kəsirlərin toplanması və çıxılması mövzusuna baxaq və ona aid tapşırıqları həll edək. Hər hansı iki kəsir verilirsə, onları eyni məxrəcə gətirmək üçün onların ilk növbədə məxrəclərinin əkobuna baxmaq lazımdır. Məsələn, baxaq. Tutaq ki, 21-də 4 və 14-də 3 kəsirlərini toplamaq lazımdır. İlk öncə bu kəsirlərin məxrəclərinin əkobu tapılır. Birinci əkob 21, 14. 21 ilə 14-ün əkobunu tapsaq, görərik ki, 42-dir. İndi deməli, ortaq məxrəc 42-dir. Deməli, 42-ni 21-ə bölsək 2, 14-ə bölsək 3. Bax, bura yazdığımız, bu kəsirlərin üst hissəsinə yazdıqlarımız tamamlayıcı vuruqlar adlanır. Hər kəsiri öz tamamlayıcı vuruğuna vuraraq eyni məxrəcə, ortaq məxrəcə gətiririk. Deməli, 2-ni 4-ə vursaq 8, 2-ni 4-ə vursaq 8, 2-ni 21-ə vursaq 42, üstə gələk, 3-ü 3-ə vursaq 9, 14-ü 3-ə vursaq 42. Buradan da deməli, toplasaq kəsirləri məxrəc artıq eyniləşmişdir. Məxrəc olduğu kimi saxlayırıq, surətləri toplayıb surətdə yazırıq. Bax, bu şəkildə biz kəsirləri eyni məxrəcə gətirərək onları toplayıb və ya çıxa bilərik. İndi başqa bir misala baxaq. Məsələn, 8-də 7 minus 6'da 5. Bunları çıxmaq üçün ilk öncə də bunların da ortaq məxrəcini tapmalıyıq. Bunun üçün onların əkobuna baxmalıyıq. Əkob 8 ilə 6-ya baxsaq 24 alarıq. Sonra isə tamamlayıcı vuruqları taparıq. Yəni 24-ü 8-ə bölərik 3. Yəni məxrəci 8 olan kəsirin tamamlayıcı vuruğu 3-dür. Ee, 24-ü bölərik 6-ya taparıq 4. Məxrəci 6 olan kəsirin tamamlayıcı vuruğu isə 4-dür. Və hər kəsiri öz tamamlayıcı vuruğuna vuraraq ortaq məxrəcə gətirə bilərik. Yəni burada yuxarıda göstərək. 3-ü vursaq surət məxrəcinə 8-də 7-nin, surətdə 21, məxrəcdə 24. 4-ü vursaq 6-da 5-ə, surətdə 20, məxrəcdə 24 bərabərdir. 24-də 1 almış olarıq. Bax, bu şəkildə ortaq məxrəcə gətirərək biz kəsirləri toplaya və çıxa bilərik, müqayisə edə bilərik. İndi baxaq tapşırıq 14-də. Kəsirləri ortaq məxrəcə gətirin və müqayisə edin.
A bəndinə baxaq. 72-də 11 və 36-da 5. 36-da 5. İndi biz bu kəsirləri müqayisə etmək üçün ilk öncə bunları ortaq məxrəcə gətirək. Bilirik ki, 72 ilə 36-nın əkobu 72-yə bərabərdir. İndi biz deməli 36-da 5-i 2-yə vuraq ki, məxrəci 72 olsun. Bərabərdir 72-də 10. Digər kəsirimiz isə 72-də 11-dir. Deməli 72-də 10 kiçikdir 72-də 11-dən. Yəni burada yuxarıda baxsaq 72-də 11 36-da 5-dən böyükdür. Başqa birinə baxsaq, məsələn Y variantına baxaq. 12-də 5 və 7-də 3. 12 ilə 7-nin əkobuna baxsaq 84 alarıq. Çünki bunlar qarşılıqlı sadə ədəddir və ona görə bunların hasilinə baxırıq. Sonra isə tamamlayıcı vuruqları tapsaq 84-ü 12-yə bölərik 7. 84-ü 7-yə bölərik 12. Və hər kəsirin tamamlayıcı vuruğunu yazsaq 12-də 5 tamamlayıcı vuruq 7 oldu. 84-də 35. Digər kəsirin isə tamamlayıcı vuruğu 12 olduğuna görə 7-də 3 buraya yazsaq 12 bərabərdir 84-də 36. Və buradan kəsirləri müqayisə eləsək 84-də 35 kiçikdir 84-də 36. Və buradan da alınır ki 12-də 5 kiçikdir 7-də 3-dən. Bax, bu şəkildə uşaqlar siz hər bir kəsiri ortaq məxrəcə gətirərək müqayisə edə bilərsiniz. Mən bir neçə deməli variantda sizə nümunə göstərim. Digərlərinə siz baxaraq həll edərsiniz. Baxaq məsələn K variantına. 65-də 3 və 55-də 2. Deməli, biz baxsaq 65 ilə 55-in əkobuna baxsaq 65 vurulsun 11 olmuş olar. O da bərabərdir 5 715. İndi baxaq uşaqlar. Deməli 65-də 3-ü və 55-də 2-ni ortaq məxrəcə gətirək. Bunun üçün deməli 65-i 11-ə, yəni məxrəci 65 olan kəsirin tamamlayıcı vuruğu 11, məxrəci 55 olan kəsirin isə tamamlayıcı vuruğu 13 olar. Buradan da alarıq 715-də 33 və 715-də 26 və 715-də 33, 715-də 26-dan böyük olduğuna görə
Deməli, alırıq ki, 65-də 3 böyük imiş 55-də 2-dən. Bax, bu şəkildə açıq şəkildə əkobun köməyi ilə tamamlayıcı vurğu taparaq kəsirləri siz ortaq məxrəcə gətirib müqayisə edə bilərsiniz. Bir varianta da baxaq. Məsələn, D variantına baxaq. 90-da 17 və 30-da 11. Deməli, 90 ilə 30-un əkobu 90-a bərabərdir. Çünki 30 90-ın bölənidir. Deməli, ortaq məxrəc 90 olmalıdır. Bunun üçün 30 olanı 3-ə vursaq, 90-da 17, bir də 90-da 33 olar. 90-da 17 də 90-da 33-dən kiçikdir. Deməli, 90-da 17 kiçik imiş 30-da 11-dən. Və digərlərini də bu şəkildə özünüz müqayisə edə bilərsiniz. Baxaq 15 nömrəli tapşırığa. 15 nömrəli tapşırıqda A variantı yazaq. 12-də 1 plus 13-də 1. Uşaqlar, 12 və 13 qarşılıqlı sadə ədəd olduğuna görə ortaq məxrəc onların hasilinə bərabər olacaqdır. Yəni biz məxrəci 12 olan tamamlayıcı vurğunu 13, 13 olan tamamlayıcı vurğunu 12 yaza bilərik. Burada deməli 12-ni 13-ə vursaq 156, 156-da 13 plus 156-da 12, o da bərabərdir 156-da 25 yazmış olarıq. Baxaq C variantına. 22-də 1 minus 33-də 1. Uşaqlar, 22 ilə 33-ün əkobu. Bax, burada bunu daha asan əkobu hesablamamış belə də yazmaq olar. Məsələn, qısa bir yol deyək. 22-ni 2 vur 11 şəklində, 33-ü 3 vur 11 şəklində göstərsəniz, deməli 11 hər iki vuruqda var. 2 olanı, vuruq 2 olanı 3-ə, 3 olanı isə 2-yə vursaq, deməli nə şəkildə olar? Bərabər 66-da 3 minus 66-da 2 olar. Bu da bərabərdir 66-da 1. Bu şəkildə də yaza bilərik. Baxaq məsələn B variantına. 15-də 11, 15-də 11 plus 16-da 9. Biz burada baxırıq ki, uşaqlar məxrəclərə. 15 və 16 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlər olduğuna görə də onların əkobu onların elə hasilinə bərabərdir. Yəni 15 ilə 16-nın hasilinə baxsaq 240 edər. Yəni ortaq məxrəci onda 240 götürmüş olarıq. Deməli, birinci kəsirimizi tamamlayıcı vuruq olaraq 16-ya, ikincini 15-ə vursaq, buradan 240-da 11-i vursaq 16-ya 176 plus 240-da deməli 135. O da bərabərdir 240-da 311. Baxaq digər tapşırığa.
Məsələn, götürək F variantını. Qarışıq ədədlər olanlara da baxaq. Qırx ikidə 5 minus 28'də 1 minus 70'də 3. Baxırıq bura. Deməli 42, 28, 70'in əkobu nədir? 140 olmaz. Deməli 42'ə baxsaq, 42 6 vur 7 sadə vuruqlarla göstərək. 2, 3, 7 28'i göstərsək 2, 2, 7 və 70'i göstərsək 2, 5, 7. Deməli burada əkob olaraq biz yəni bu üçünün əkobu olaraq 70 vurulsun. Hər birində bu 2 vur 7 vuruqları eynidir. Deməli 70'i biz 6'ya vururuq. 420. 420 o əkobu götürürük. İndi baxaq görək. Deməli birinci vuruğumuzu tamamlayıcı vuruq olaraq 10'a vururuq. İkinci deməli məxrəcimizi tamamlayıcı vuruq olaraq vururuq 15'ə. Üçüncünü isə vururuq 6'ya. Şimdi buradan eyni məxrəcə gətirsək 420'də 50 minus 420'də 15 minus 420'də 18. Buradan da bərabərdir 420'də 50'dən 15 çıxsaq 35, 35'dən də 18 çıxsaq 17. Deməli bu F variantında cavab oldu 420'də 17. Baxaq başqa bir varianta. Baxaq başqa bir varianta. Məsələn, D variantına baxaq. 40'da 7 minus 80'də 5 bərabərdir. Uşaqlar 40 ilə 80'in əkobu 80 olduğuna görə biz birinci kəsiri 2'yə vursaq 80'də 14 minus 80'də 5 o da bərabərdir 80'də 9 almış olarıq. Baxaq Y varianta. 2 tam 52'də 1 plus 65'də 1 bərabərdir. Deməli 52 ilə 65'in əkobu olaraq 52'ni 5'ə, 65'i 4'ə vursaq İlk öncə məxrəcləri bərabərləşdirmək lazımdır. Deməli 2 tam 4'ü çox pis yazdım bura, bunu yaxşı yazaq. 2 tam surətdə 5 məxrəcdə 260 plus 260'da 4 bərabərdir. 2 tam
Burada görürsünüz birinci kəsirin tam hissəsi 2, digər kəsirin tam hissəsi isə 0-dır. Ona görə tam hissə yerinə 2, məxrəcdə 260, surətdə isə 9 yazırıq. Və belə də ixtisar da yoxdur. Olur cavab bu şəkildə. Baxaq, məsələn, F variantına. 1 tam 27-də 4 minus 45-də 11. Deməli, biz burada 27 və 45-ə ortaq məxrəc olaraq seçirik 135-i. Çünki 27 ilə 45-in əkobu 135-dir. Və birinci kəsirin tamamlayıcı vuruğu 5, ikinci kəsirin tamamlayıcı vuruğu isə 3-dür. Deməli, 135-də 20 minus 135-də 33 bərabərdir. 1 tam 135-də. İndi biz burada fikir verək uşaqlar. 20-dən 33 çıxmaq olmur axı. Sizə belə bir qaydanı da başa salım. Birinci kəsirin görürük ki, surəti ikinci kəsirin surətindən kiçikdir. Yəni, bunu çıxmaq olmur. Bunun üçün tam hissəni, bu biri görürsünüz də 1 tamı. Onu köməyi vasitəsilə düzgün olmayan kəsrə çevirək. 135-i 1-ə vurub, üzərinə 20 əlavə eləsək. 155 minus 135-də 33. Buradan da alarıq 135-də 122. Baxaq J variantına. 10-da 3 plus 20-də 7 plus 40-da 9. 10-a, 20-yə, 40-a ortaq məxrəc 40 olduğuna görə ikinci kəsiri 2-yə tamamlayıcı vuruq olaraq, birincini isə 4-ə vursaq, hər bir kəsirin məxrəci 40 olar. Deməli, 40-da 12 plus 40-da 14 plus 40-da 9. O da bərabərdir 40-da 35. Buradan da 5'ə ixtisar olduğuna görə 8'də 7 almış olarıq. Baxaq I variantına. 7'də 2 7'ni səliqəli yazaq. 7'də 2 bölünsün 35'də 24 minus 18'də 7 bərabərdir. 7'də 2'ni vururuq 24'də 35'ə, çıxırıq 18'də 7'ni bərabərdir. Burada görürük ki, ixtisarlar var və ixtisarları aparsaq 35'i 7'ye bölsək 5, 2 ilə də 24'ü ixtisar eləsək, məxrəcdə 12 qalmış olar. Deməli, 12'də 5 minus 18'də 7. 12 ilə də 18'in ortaq məxrəci 36 olduğuna görə 12'ni 3'ə vursaq 36, 18'i 2'yə vursaq 36 olar. Buradan da 36'da 15 minus 36'da 14. O da beraber 36'da 1. Baxaq, J şey, 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 şey,
18'də 1 üstə gələk 24'də 7 vurulsun 125'də 48 bərabərdir. 18 ilə 24'də ortaq məxrəc olaraq biz 72'ni götürə bilərik. Bunun üçün birinci kəsri 4'ə, ikincini 3'ə vursaq, olar 72'də 4 deməli birinci kəsrin sürəti, ikincinin 21 olur 25. Bunu da vursaq 125'də 48'ə. Deməli 125 ilə 125'i 25'ə ixtisar edək. 25 25'ə 1, 125 25'ə 5, 48 24'də 2, 72 24'də 3. Buradan da məxrəcdə 15, sürətdə 2 almış olarıq. Deməli biz 15 nömrəli tapşırığın hər bir variantına baxdıq. İndi baxaq 16 nömrəliyə. 16. A variantına baxaq. 1 bölünsün əbob 33 34 minus 1 bölünsün əkob 3 ilə 5. Uşaqlar 33 və 34 qarşılıqlı sadə ədəd olduğuna görə onların əbobu 1'ə bərabərdir. Bu zaman məxrəcdə 1. 3 və 5 də qarşılıqlı sadə ədəd olduğuna görə onların əkobu onların hasilinə bərabərdir. Biz də alırıq 1 çıxaq 15'də 1. Bu da bərabərdir 15'də 14'ə. B variant. 1 bölünsün əkob 5 və 21 plus əbob 22 33. Uşaqlar 5 və 21 qarşılıqlı sadə ədəd olduğuna görə onların əkobu onların hasilinə bərabərdir. Yəni 5 ilə 21'in hasili olur 105. 22 və 23 də qarşılıqlı sadə ədəd olduğuna görə qarşılıqlı sadədirlər. Mən burada çaşıb 33 yazmışam. Bu 33 deyil, 23'tür. Bunu doğru yazaq. 22 ilə 23 qarşılıqlı sadə ədəd olduğuna görə onların əbobu da 1'ə bərabərdir və bu zaman 1 bölü 1. Buradan da alırıq ki 1 bölünsün 105 plus 1. Bu da bərabərdir 1 tam 105'də 1. Baxaq C variantına. 3 bölünsün əbob 42 45 minus 3 bölünsün əbob 15 20. Deməli 42 ilə 45'in əbobu 3'dür. 3. Buraya yazırıq 3. Çünki 3 hər iki 42 ilə 45'in ortaq vuruqlarıdır. Hər iki ədədin ortaq vuruğudur. 15 ilə 20'nin əbobu isə aydın məsələdir ki 5'ə bərabərdir. Buradan da 1 çıxılsın. Niyə 1? Çünki 3'də 3 1 edir. Birdən də çıxırıq 5'də 3'ü. Alınır 5'də 2. Baxaq D variantına. 1 bölünsün əkob 6 ilə 7
plus 1 bölünsün əkov 7 ilə 8. 6 ilə 7, 7 ilə 8 qarşılıqlı sadə ədədlərdir ardıcıl olaraq. Və qarşılıqlı sadə ədədlərin əkovu bilirik ki, onların hasilinə bərabərdir. Və bu zaman, deməli, burada məxrəcdə 6 vur 7, 42. Burada isə 7 vur 8, 56 olmuş olar. Buradan da, deməli, ortaq məxrəc olaraq 42-ni 4-ə, 56-nı 3-ə vursaq, ortaq məxrəc 168 götürərik. Deməli, 168-də 4 plus 168-də 3. O da bərabərdir 168-də 7. İndi isə baxaq. Deməli, 17 nömrəli məsələyə. Burada D variantda. Baxıram uşaqlar, 7-yə ixtisar da var. 7 7-yə 1, 168-i də 7-yə bölsək 24 almış olarıq. Yəni diqqətimizdən yayındı, ixtisar var burada. İndi isə baxaq 17 nömrəli məsələyə. Oxuyaq məsələni, görək şərtdə nə söyləyir. Qeyzirlər isti su və buxar püskürən təbii fəvarələrdir. Bu qeyzir, bir qeyzir 4 gündən bir, digəri 6 gündən bir püskürür. Eyni gündə püskürən bu iki qeyzir növbəti dəfə neçə gündən sonra eyni gündə püskürərlər. Bu tip məsələlərdə uşaqlar əkoba baxmaq lazımdır. Əkoba. Yəni biz baxırıq 4 ilə 6-nın əkovuna. O da bərabərdir 12. 12. Deməli 12 gündən bir eyni gündə püskürərlər. Baxaq 18-ə. İdman məşğələsində şagirdlərin sayı 70-dən çox, 80-dən isə azdır. Yəni şagirdlərin sayı elə bir saydır ki, elə bir ədəddir ki, o 70 ilə 80 arasında yerləşir. Məsələn, en şagird isə 70 ilə 80 arasına düşən bir ədəddir. Və bu deməli şagirdləri həm 8-8, həm də 6-6 cərgələrə düzmək olar. İdman məşğələsində neçə şagird var? Biz 6 ilə 8-in əkovuna baxırıq. 6 ilə 8-in əkovu da bilirik ki, 24-də bərabərdir və 24 70 ilə 80 arasına düşən ədəd deyildir. Və bu zaman biz 24-ün vuruqlarına baxırıq. 24-ü 2-yə vursaq 48 yenə bu intervala düşmür. 24-ü 3-ə vursaq 72 olar. 72 də aydın məsələdir ki, 70-80 intervalına düşən bir ədəddir. Yəni n oldu 72. İdmançının sayı oldu 72. Baxaq 19-cu məsələyə. Evdən məktəbə qədər məsafə 300 metrdir. Samirin addımı 60 sm, bacısının addımı isə 50 sm-dir. Onlar evdən eyni vaxtda çıxıb məktəbə yola düşdülər. Samir və bacısı hərəkətə başlayan anda ayaq izləri yanaşı olarsa, bütün yolu daha neçə dəfə yanaşı olar? Bunun üçün ilk öncə 300 metri santimetrlə ifadə edək. 1 metrim 100 santimetr olduğuna görə burada 30.000 santimetr olar. Sonra isə uşaqların ayaq
addım uzunluqlarını əkobuna baxaq. Əkob 60 və 30. 60 ilə 30-un əkobu 300-dür, yəni 300 santimetrdir. Və biz 30 deməli verilən məsafədə evdən məktəbə 30 mindir, 30 min santimetrdir. 30 min santimetri 300 santimetrə bölsək, deməli burada 100 alarıq. Yəni şagirdlərin ayaq izləri yol boyu 100 dəfə yanaşı olar. Baxaq 20-ci məsələyə. Məktəbə müəyyən sayda kitab hədiyyə olundu. Bu kitabları hər bağlamada 10, 10, 12, 12 və 15, 15 qablaşdırdıqda bütün hallarda 8 kitab artıq qalar. Məktəbə ən azı neçə kitab hədiyyə olundu? Bunun üçün deməli 10, 12 və 15-in əkobu tapılır və üzərinə 8 əlavə olunur. 12, 15, onun əkobu 60 olduğundan 60 ilə 8-i toplasaq 68 almış olarıq. Cavab oldu 68. Baxaq 21 nömrəli məsələyə. Fanny Parting velosipedi hərəkətə başlayan anda təkərlər üzərində qeyd olunmuş A və B nöqtələri eyni zamanda yerə toxunur. Şəkil baxırsınız, uşaqlar sağ sütunda göstərilmişdir. Bir tam dövr etdikdə A nöqtəsi 120 cm, B nöqtəsi isə 180 cm yerini dəyişir. Hərəkətə başlayandan sonra hansı ən kiçik məsafədə A və B nöqtələri eyni zamanda yerə toxunar? Bu birinci sual. Və bu zaman təkərlərin hər biri neçə tam dövr edər? Bu da ikinci sual. Bunun üçün biz ilk öncədə deməli hansı ən kiçik məsafəni ki soruşur, o məsafəni tapmaq üçün verilən məsafələrin əkobuna baxmalıyıq. 120 ilə 180-in. 120 ilə 180-in əkobu da 360-dır. İndi bu zaman təkərlərin hər biri neçə tam dövr edər? A nöqtəsi 360-ı bölsək 120-yə 3 dəfə. B nöqtəsi isə 360-ı bölsək 180-ə 2 dəfə tam dövr etmiş olar. İndi isə baxaq 22-ci məsələyə. Bowling zalına eyni sayda qırmızı, sarı və bənövşəyi kürələr almaq istədilər. Qırmızı kürələr hər qutuda 6 ədəd, sarı kürələr 8 ədəd, bənövşəyi kürələr isə 9 ədəd olmaqla satılır. Birinci sual. Bowling zalına hər kürədən ən azı neçə ədəd alına bilər? Cəmi neçə qutu kürə alınar? Suallar bunlardır. Bunun üçün ilk öncə biz bu ədədlərin əkobuna baxaq. 6, 8 və 9-un əkobuna baxaq. 6, 8, 9-un əkobu baxsaq 6 ilə 8, 24, 24 ilə 9, 72-dir. Əkob oldu 72. İkinci suala baxaq. Qutuların sayını tapmaq üçün 72-ni 6-ya bölsək 12, 72-ni 8-ə bölsək 9 və 72-ni 9-a bölək 8 və bunları toplasaq 12 plus 9 plus 8
bərabər 29 qutu almış olarıq. Demək, əziz altıncılar, bugünkü dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək. Hələlik sağ olun.